Yok, az ölmüştü xan kişi. Ölmüştü Paşinyan, seçilə Karapetyan. Əvvəldən onlara dedim ki, bu işsizlik deyil. Yəni, gedin, elə bir ki, orada burada tulalığız eləyir. Amma mən dedim, mən eşitdim, gördüm ki, bunları başa salamıram. Yəni, bu iş sizlik deyil. Mən olan yerdə siz kimsiniz ki? Kim olub Koçaryan, Karapetyan? Mən dura-dura, yəni ki, mümkün deyil. Tökülür. Əsəydilər də. Kim orada burada nə danışır bilmirəm. Mən Ermənistanın baş naziri Nikol Paşinyan olaraq bildirirəm ki, artıq elə bir ki, bu seçkiləri qazanmışıq. Ona görə də buradan bəyan edirəm ki, heç kim özün yormasın. Karapetyanın, Koçaryanın, Sarkisyanın devranı artıq bitibdir. Bu seçkidən də sonra hamısının başı itibdir. Biz qələbə çaldıq. Bu seçki hamımız üçün düşərli olsun, sülh olsun, daim olsun. Bunu istəməyənlərə ayıb olsun. Bir daha hər birinizə təşəkkür edirəm, minnətdaram, çox sağ olun, təşəkkür edirəm.